öz-özünə dərsin adını yazın. Öz-özünə elektromaqnit induksiya qanunu. Birinci biz buradan başlayaq. İnduktivlikdən. Ki, hala bu qanuna gəlməzdən var. Birinci induktivlikdən gəlir. Deyək ki, induktivlik nədir? Deyirik ki, maqnit selinin sarğacdan keçən cəryan şiddətinə olan nisbəti induktivlik deyilir. Maqnit seli fiyərfiddə, maqnit selinin cəryan şiddətinə olan nisbəti. Bir dəqiqə. Qəbul edeyim. Aha. Deməli, qaydamız nə idi? Maqnit selinin cəryan şiddətinə olan nisbəti induktivlik deyilir. Deyilir ki, uşaqlar, baxın, induktivlik nə maqnit selindən, nə də cəryan şiddətindən nədir? Asılı deyildir. İnduktivliyin vahidi nədir? Vahidi L bərabərdir 1 Henry deyirik. Alimin adıdır Henry. Henry. Onda deyirik ki 1 Henry nəyə bərabərdir? 1 maqnit selin vahidi nədir uşaqlar? Weber. Ala. 1 Weber bölünsün nə? Cəryan şiddətində vahidi amperdir. Və ya bu olsun vahid kimi bunu yadda saxlayaq. Əsas vahidlərlə də deyə bilərik. Əsas vahidlərlə deyəndə Weber'in yerinə nə yazırıq? Tesla vurulsun. Metrin kvadratı bölünsün amper. Tesla'nın yerinə Newton bölünsün amper vuraq metr yazanda. Newton vurulsun metr bölə amper kvadratı və ya 1 kilogram vurulsun metrin kvadratı bölünsün amperin kvadratı vurulsun saniyənin kvadratı. Deməli, 1 Henry'nin əsas vahidlərlə ifadəsi necə oldu? 1 Henry'nin əsas vahidlərlə ifadəsi 1 kilogram vurulsun metrin kvadratı bölünsün amperin kvadratı vurulsun saniyənin kvadratı. İfçi. Bəs induktivlik nədən asılıdır? Bura qədər aydın uşaqlar. Bir çətinliyimiz var mı bura qədər? Ala. Bəs induktivlik nədən asılıdır? Deyirik ki, induktivlik asılıdır. L bərabərdir. Yazırıq. Aha. Belə deyək. Bir sarğacım var uşaqlar. Bir sarğacım var. Bu sarğaca maqniti daxil etdikdə deyirik ki, bax, deməli, maqnit sarğaca daxil olanda maqnit seli artır. Nə qədər artır? Mü qədər artır. Əgər maqnit seli artırsa, L də bərabərdir fi bölünsün idisə, onda L də artır. Deməli, induktivlik nədən asılıdır? Nüfuzluqda. Maqnit nüfuzluğundan. Maqnit nüfuzluğundan düzmütasib asılıdır. Başqa nədən asılıdır? Düsturu belə olacaq. Baxın, ümumi olaraq düsturu L bərabərdir. Nü vurulsun nü 0. Vurulsun n kvadratı. Vurulsun s. Bölünsün nə? L-dən. L naqilin uzunluğu. N sarğıların sayı. S naqilin enkəsinin sahəsi. Mü maqnit nüfuzluğu. Mü 0 isə maqnit sabitidir. Bunlardan asılıdır. İnduktivlik nə maqnit selindən, nə də cəryan şiddətindən asılı deyildir. Maqnit sarğaca daxil olanda fi artır, induktivlik artır. Çıxardıldıqda fi azalır, induktivlik azalır. Yadda qalacaq. Davam edək. İndi, bəs maqnit selin düsturu
Biz bir dənə keçmişdik maqnit selin düsturu hansıydı? Pi bərabərdir nə idi? BS kosinus alfa idi də, düzdür? Ala. Bunda maqnit selin düsturu fi bərabərdir nədir? Li. Maqnit seli cərəyan şiddəti ilə düz mütənasib asılıdır uşaqlar. Maqnit seli cərəyan şiddəti ilə düz mütənasib asılıdır. Deməli, induktivlik haqqında bu qədər. Vahidini də dedik. Bir çətinlik var mı induktivlik haqqında? Bir çətinliyiniz yarandısa deyə bilərsiniz. Yoxdursa bir dəqiqə qəbul edək. Bir çətinliyiniz varsa deyin. Yoxdursa yeni gələnlər maqnit selin induktivlik haqqında dedik. Dedik ki, induktivlik nədir? Maqnit selin cərəyan şiddətinin nisbətidir. Yəni, görüntü götürülür. İnşallah paylaşarıq. Baxarsınız. İndi keçək hərəkət edən naqildə induksiya cərəyanı yaranır və bu induksiya cərəyanı da yəni naqil ki maqnit sahəsinə daxil olur, induksiya cərəyanı yaranır və bu induksiya cərəyanı da öz növbəsində bir elektrik hərəkət qüvvəsi yaradır. Yəni onda bunu başlıq kimi belə göstəririk. Deyirik ki, hərəkətlə naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsi. Deməli, başlıq kimi yazırıq ki, hərəkət edən naqildə bunu da deyək, ondan sonra keçərik öz-özünə induksiya cərəyanına. Hərəkət edən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsi. İnduksiya elektrik hərəkət edən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsi. Yəni deyirik buna YI. EHG elektrik hərəkət qüvvəsi. İndi deyirik ki, uşaqlar, bir naqilim var. Və maqnit sahəsinə daxil olur bu cərəyanlı naqil. Tutaq ki, belə deyək. Maqnit induksiya xətləri belə verib. Belə olsun. B xətlərini belə verək. İndi burada da bir dənə cərəyanlı, induksiya cərəyanı yaranan bir naqil var. Və bu naqilin də hərəkət sürəti belə sərf eləmir. Bir dəqiqə. 0 olacaq buna görə. Belə verək. X-lər olsun. Cərəyanlı naqildir. Sağa doğru hərəkət edir. Deyir ki, buna təsir edən induksiya cərəyanının istiqaməti hansı tərəfdir? Burada deyirik ki, sağ əl qaydası ödənilir. Sağ əl qaydası. Deməli, sağ əl qaydası necə olar? Sağ əl qaydası, yadda saxlayın, cərəyanların istiqamətini tapmaq sağ əl qaydasıdır. Bax, induksiya cərəyanıdır. Sonra cərəyanlı naqili ətrafında maqnit induksiya vektorudur. Bax, sağ əl qaydasıdır. Onda sağ əl elə tut ki, sağ əl, deyirik ki, sağ əl elə tutulur ki, induksiya xətləri ovucumuza
Perpendikulyar. Perpendikulyar. Daxil olsun. Daxil olsun. Aha. Deyirik ki 90 dərəcə açılmış baş barmaq 90 dərəcə açılmış baş barmaq naqilin hərəkət istiqamətini göstərsin. Naqilin hərəkət istiqamətini göstərsin. Dedik ki, açılmış baş barmaq isə tərifi yazım axıra qədər. Açılmış 4 barmaq isə nəyi verəcək uşaqlar? İnduksiya cərəyanının istiqamətində olacaq. Tərifimiz bəllidir. Deməli, deyir ki, sağ əli ilə tut ki, B xətləri uca daxil olsun. B xətləri bizdən şəklə doğru gedir. Onda sağ əli ilə tutursan ki, B xətləri uca daxil olur. Yəni, ucun içi sənə baxır. Deyir ki, baş barmaq naqildə hərəkət sürəti istiqamətində. Onda 4 barmaq induksiya verəcək. Onda bu şəkil üçün 4 barmağım hansı tərəfədir? Kim deyə bilər? Bax, sağ əli açırsan. Uvuc sənə Yuxarı olur müəllim. necə? Yuxarı. Yuxarı olar da uşaqlar. Yuxarı olar da. Bax, Baş sağ barmaq sağa olur, 4 barmaq da yuxarı. Bəli. Baş barmaq sağa, 4 barmaq yuxarı olur da. Bu da sənə verəcək induksiya cərəyanının istiqamətini. İni. Aydındır? Yəni bu sağ əldə elə tutursan ki, B uca daxil olmalıdır. Başa düşdükmü? Yox, bu naqilin istiqamətini verməmişəm axı. Naqilin istiqamətini biz tapdıq. B-nin istiqamətini bil. Bu naqilin sürəti var, hərəkət sürəti var. Bu naqildə axan cərəyanın istiqaməti yox idi. Biz tapdıq. İndi məsələn suallar verirəm də indi. Bax, tutaq ki, dairə içərisində nöqtədir, məsələn. İndi vermişəm, bax, belə bir naqil var burada, baba, cəryanlı naqildir. Bu cəryanlı naqil aşağı doğru sürətli hərəkət edir, sürətlə. Bu cəryanın naqilin daxilində cəryan axır. Hansı tərəfə axır? Bunu tapın. Sola. Sol. Qayda necə oldu? Sol necə ola bilər? Müəllim, baş barmaq aşağı gedər. Bizdən, şəkildən bizə gələr də. Aha. Deməli, sola doğru. Bəli. Babayev tapdın mı? Bula. Bax, dairə içərisində X nə deməkdir? B xətləri şəkildə mənə tərəfdir. Deməli, sağ əli elə tut ki, B uca daxil olsun. Əla. Onda baş barmağım sürət istiqamətində. Baş barmaq aşağı, 4 barmağım da sənə induksiya cəryanı verəcək. Все, qutardı, getdi də. Biz də bunu deyirik də bayaqdan. Başa düşdük? İndi yaxşı, bir dənə də sual verək. Bu da oldu induksiya cəryanının istiqaməti. Bir dənə də sual verək. Deyirik ki, dairə içərisində X-dir. İndi aha.
İndi deyirik ki, belə gedir bu. Sürəti aşağıya doğrudur. Buna uyğun induksiya cəryanı istiqamətini tap. Aşağı doğru. Necə tapdın? Baş parmağı qoyuruq aşağı. Ay sağ ol, sağa doğru. Tamamilə doğrudur. O birisinin əksidir deyə test tapdınız ha. İyi. İndi tutaq ki, bax bunu başa düşdünüz də, düzdür? Bəli. Problem varmı? Problem varmı uşaqlar? Xeyr mi? Allah. Məsələn, indi tutaq ki, bir dənə dövrədə verirəm bir məsələni. Bax, deyirəm ki, nöqtələrdir. Məsələn. Və bu induksiya cəryanın qiyməti var, ha, düsturu var, qiyməti var. Hələ bunu deməmişəm. Aha. Burası da R'dir. Bu da maqnit induksiya xəttləridir də. Bunun da sürəti verib ki, bu tərəfdir. Burada inin istiqamətini tapın. Yuxarı. Aha. Yuxarıda Bəli. olacaq yuxarı. Əla. İndi burada cəryan hardan hara doğru axır? Müsbətdən mənfiyə doğru. Ay, sağ ol. İndi baba burada inin istiqaməti belədir. Aydındır. Yəni burada bura olacaq müsbət. Bura olacaq mənfi. Aydındır. Bəli. Başa düşdük. Problem var. Xeyr mi? Qutardı getdi. Çətinliğiniz var mı? Xeyr. İndi siz sual vermədiniz ha. Bax bura olmalıdır müsbət, bura mənfi. Bu sualı vermədiniz. Bax, məsəl üçün Demək elə yuxarı gedir də, elə müsbətdir də. Yuxarı müsbət olar, aşağı mənfi. Aha. Demirsiniz cəryan müsbətdən mənfiyə doğru axır. Bu naqilə axan cəryan bəli. Müsbətdən mənfiyə doğru axır. Onda bu induksiya cəryanın bu aşağı hissəsi mənfi olur, yuxarı hissəsi müsbət. Yuxarıda müsbət. Daxildə yuxarıdırsa bu aşağı hissəsi mənfi, yuxarı hissəsi müsbətdir. Bax bunu yaddan çıxartmayın. Aydındır? Yeah. Bəli. İndi gəldik induksiya elektrik hərəkət qüvvəsinin düsturuna. Yəni induksiya elektrik hərəkət qüvvəsi nə vaxt yarandı? Naqil maqnit sahəsində hərəkət etdirdikdə induksiya cəryanı yaranır. Və bu induksiya cəryanı da yaratdığı gərginlik induksiya elektrik hərəkət qüvvəsi olacaq. Və bunun da düsturu BLV sinus alfadır. Bəs buradakı alfa bucağı nədir? Buradakı alfa bucağı B ilə V arasında olan bucaq. İnduksiya vektoru ilə naqilin hərəkət sürəti arasında olan bucaqdır. Bəli. Bax burada perpendikular bizim çəkdiyimiz hamısında perpendikulardır. Paralel də ola bilir ha. Məsələn, deyirəm ki, necə paraleldir? Tutaq ki, belə bir cəryanın naqilin var. Düzdür. Bunun hərəkət sürəti yuxarı. Biraz düz verin. Bunun hərəkət sürəti yuxarı. Buna təsir edən B vektoru da belə. Aha.
Bu zaman onda Y neye beraberdi burada? 0. Aydındır. Yani deyir ki indüksiya cərəyanı yaranmaz. Başa düşdünüzmü? Deməli, Başa düşdüm. VB-yə paralel olarsa indüksiya cərəyanı yaranır. Digər hallarda indüksiya cərəyanı yaranır. Digər hallarda hər hansı bir bucaq da ola bilər, 90 dərəcə də ola bilər. 90 dərəcə olsa alfa Birə bərabərdir bərabər olur. dərəcədə, Y bərabərdir nə olur? BL V-yə. Aydındır? Bəli. Əla. İndi bəs bu indüksiya cərəyanın düsturu nədir bəs? Elektrik hərəkət qüvvəsini tapdıq. İndüksiya elektrik hərəkət qüvvəsi. Bəs cərəyanın düsturu nə oldu bəs? Buna baxaq. Aha. Onda indüksiya cərəyanın düsturu olacaq II uşaqlar. II. Nəyə bərabərdir? Y bölünsün böyük yer. Bu sənin düsturunda elə bir ki o mənbə yoxdur, kiçik eri sıfırdır, ona görə Y bölünsün R yazırıq. Y-nin də düsturu alfa bərabərdir 90 dərəcədə. Onda I nəyə bərabərdir? BLV bölünsün böyük yer. Problem varmı? Xeyr. Yoxsa cərəyanın düsturu olacaq. Bir dənə şeyi yadda saxlayın. Məsələn, həmin o naqil maqnit sahəsinə daxil olub bərabər sürətli hərəkət icra eləyir. Onda VT ilə asılı deyil də. Onda Y də T-dən asılı olmaz. Onda I də T-dən asılı olmaz. Niyə? Çünki Y bərabərdir BLV deyildi. Y ilə V necə mütənasibidir? Düz mütənasib. Yəni, əgər bərabər təcillə hərəkət icra eləsə, sürət zamanla bu cür asılı olsa, onda Y də T-dən düz olar, bəli. I də T-dən nə olar? Düz mütənasib olar. Yəni, bizim Y-nin T-dən, yəni indüksiya elektrik hərəkət qüvvəsinin zamandan və ya indüksiya cərəyan şiddətinin zamandan asıllıq qrafikini biz yalnız necə tapa bilərik? Sürət zaman qrafikinə uyğun olaraq. Sürət zaman qrafiki necə olarsa olsun, onların da qrafiki eyni ilə taparıq. Məsələn, nə həll edək? Başa düşdükmü? Bəli. Necə? Burada fiqur məsələsi yox. İndi bundan fiqur məsələsi bundan sonrakidir. İndi izah elədim dərsdə. Əla. Problem varmı? Başa düşdünüzmü? Bir çətinliyimiz varmı? Xeyr. Əla. Onda davam eləyək. İndi isə yazaq öz-özünə indüksiya hadisəsi. Öz-özünə indüksiya öz-özünə indüksiya hadisəsi. Öz-özünə indüksiya hadisəsi nə deməkdir? Deyirəm ki, baxın. Bax, bir dənə rezistor qoşuram. Bir dənə də lampa qoyuram bura. 1. Burada da K açarı qoyuram. Burada da bir dənə mənbə qoşuram. K açarı bağlayan kimi bu lampa işləyərmi? Bəli. Yəni, burada bu sabit cərəyandır. Dövrədə I-nin T-dən asılı qrafiki. Yəni, yox, qrafik çəkməyək. Düz mütənasib olaraq artacaq onsuz. Amma indi isə deyirəm ki, bura sarğac qoyuram. Sarğacda nə yaranır? Maqnit sahəsi. Maqnit sahəsi yaranır.
Bəli, bu sarğacın da müqaviməti var. Bu erin də müqaviməti var. Yəni məsələlər həllində çox zaman biz sarğacın müqavimətini nəzərə almırıq. Olsun müsbət mənfi. Aha, bu mənfidir, bu müsbətdir. Bunu K açarı bağlayan kimi anidən cəryan başlayacaq birincidəki kimi artmağa? Xeyr, deyərik ki, yox. Bununla bunun müqayisəsində 1 daha parlaq yanar. 2'nin isə parlaqlığı anidən yaranmır. Zaman zaman yaranır. Niyə? Səbəb nədir? Bax. Məncə müqavimətdən deyə o. Bax. Elə bil ki, biz bu induksiya qanununu necə demişdik, elektromagnetik induksiya qanunu? Dedik ki, maqnit sahəsi artanda nə olur? Sanki onu artmağa qoymur. Lenz qaydası necə idi? Tərs mütənasibi. Tərs mütənasibi yox, əks təsir göstərirdi deyirik də, düzdür? Nə? İnduksiya cəryanı əks təsir göstərir. Yəni, dedik ki, burada cəryan başlayır artmağa, düzdür? Hansı ki, bu burğuya gəldi, sarğaca ki, gəldi, çatdı var ha. Buradan daxil olmaq istəyəndə, burada buna əks olaraq nə yaranar? İnduksiya cəryanı yaranar. Çünki burada biz bağlayanda cəryan artmaq istəyir. Bu burğuda, bu sarğacda daha doğrusu, bu sarğacda isə induksiya cəryanı yaranar. Dövrədə bu naqilə axan cəryana əks təsir göstərər. Bu cəryanı azaltmaq istəyər. Lakin bu bağlıdır axı. Bu azalmaz. Düzdür? Amma bunu artmağa da, birbaşa artmağa da imkan vermir. Tədricən bunu başlayır artmağa. Aydındır? Ona görə də naqildə cəryan tədricən başlayır artmağa. Buna səbəb isə sarğacın olmasıdır. Çünki sarğac varsa, sarğac varsa orada nə yaranır? Ona əks təsir olaraq induksiya cəryanı yaranır. Ona görə də dövrədə cəryan başlayır gec artmağa. Aydındır? Başa düşdük? Allah. İndi buna səbəb də indi başqa anlayışlar. Birinci bunları deyək, ondan sonra düsturları da deyək. İndi K açarını açsam, açar bağlı. Açarı açsaq, indi açsaq, 1-dən 2-nin müqayisəsində hansı daha tez sönər? 1 tez sönər. 2 niyə geç sönür? Yavaş-yavaş azalar da müəllim. Ay sağ ol. Çünki induksiya cəryanı var orada. Düzdür? Yəni açar Birbaşa kimi azalmadığı üçün. birbaşa azalmaz. Çünki dövrədə cəryan azaltmaq istəyəndə induksiya cəryanı onu azaltmaq istəməz. Niyə? Çünki maqnit sahəsi var. Aha. İnin T-dən asıllığını da belə qoyaq. Açar açılanda da belə olur. Aha. İndi bəs yaxşı. Açarı ki bağladıq. Cəryan artdı. Cəryanı artırsaq maqnit sahəsi də artar. Niyə? Maqnit seli artar deyərik. Niyə? Fi bərabərdir. Nəyə görə uşaqlar? L, I. I artarsa fi artır. Aydındır? İndi dedik ki, burada induksiya cəryanı yaranırsa, buna əks təsir göstərilirsə, onda nə baş verər? İnduksiya elektrik hərəkət qüvvəsi yaranır. Bu induksiya elektrik hərəkət qüvvəsi, induksiya cəryanı olsa öz-özünə yarandı. Biz yaratmadıq ki. Bizim işimiz sadəcə bu K-açarı bağlamaq idi. Bağladıq, durduq qıraqda. Lampa özü başladı yavaş-yavaş parlaqlığı artırmağa. Yəni biz heç də eləmədik. Açanda da özü yavaş-yavaş başlayır sönəcək. Yəni biz yenə də heç də eləmədik. Öz-özünə induksiya
elektrik hərəkət qüvvəsi. Hərəkət qüvvəsi. Çünki orada maqnit sahəsi artacaq. Maqnit sahəsi artdığına görə öz-özünə induksiya cəryanı yaranar. Və həmin o induksiya, öz-özünə induksiya cəryanı yaratdığı gərginlik öz-özünə elektrik hərəkət qüvvəsi olacaq. Hansı ki biz bunu demişdik. Delta fi bölünsün delta t. Düzdür? Bu elektromanyetik induksiya qanununun düsturuydu. Öz-özünə olması üçün YIS yazırıq. Mənfi fi'nin yerinə nə yazırıq? Delta I. Li bölünsün delta t. Buna dedik ki öz-özünə elektromanyetik induksiya qanununun düsturu. Delta I bölünsün delta t nə adlanır? Cərəyan şiddətinin nəyi? Dəyişmə sürəti. Bəli, cərəyan şiddətinin çünki bir fiziki qiymətin dəyişməsinin zamanın dəyişməsinə bölsək, bu mənə dəyişmə sürətini verir. Delta I olduğuna görə cərəyan şiddətinin dəyişmə sürətini deyirik. Dəyişmə sürəti. Əlbəttə ki, burada YI delta I bölünsün delta T'dən asılı qrafiki necə olur? Belə olur. Proyeksiyası üzr istəyirəm, modulu YI'nin modulu delta i'nin delta t'dən delta i'nin delta t'yə nisbətindir. Qrafiki belə olur. Başa düşdünüz uşaqlar? Problem var mı? El vurulsun delta i bölə delta t'ni yazılmış ha. Delta i bölünsün delta t olmaz o. Sen delta fi bölünsün delta t olar o. Ayşe baba bu kanuna göre değil. Bu elektromanyetik induksiya kanunudur. Bu ise öz-özünə elektromanyetik induksiya kanunudur baba. Yadda qalacaq. Öz-özünə deyəndə el vurulsun delta i bölə delta t'dir. İndi grafik deyildim bayaq. Bu grafiki de deyin. Dedik ki YI'nin daha doğrusu YI değil o. YIS'ti. YIS'in T'dən asıllı grafiki sənə nəyi verəcək? Figurun sahəsi sənə verəcək delta i'ni. Modulda delta i bərabərdir nədir? S figur. Ama L bərabərdir 1 Henry'dir. Məsələlərdən olsa 1 Henry verir. Grafikim budur. Başqa nə deyə bilərik? Bax, mənfi L delta i bölünsün delta t. Onda deyərəm ki, YIS bərabərdir mənfi L vurulsun i'nin birinci tərtib törəməsinə. Məsələn, gəl bunu belə deyək. Tutaq ki, i'nin t'dən asılı qrafiki belə verib. Vallahi belə verib. Modulsuz da deyə bilərik, modulla da deyə bilərik. Burada heç bir fərqi yox. YIS'in t'dən asılı qrafikini istəyirəm məndən. Necə olacaq? Bunun funksiyası nədir uşaqlar? Deyin elə, i bərabərdir nəyə? I0 minus KT'dir də. Düzdür? Onda YI bərabərdir mənfi L vurulsun. I0 minus KT'nin nəyi? Törəməsi. Onda YI bərabərdir mənfi L vurulsun. I0'ın törəməsi 0'dır. KT'nin də törəməsi mənfi K'dır. Onda YI bərabərdir nə olur? LK. Yəni YI ilə K, YI ilə T necə mütənasibdir? Sadəcə sabitdir. Özü müsbət. Aydın uşaqlar. Bizə verilmiş grafikin funksiyasını qurursan, funksiyasını tapırsan, funksiyasını tapandan sonra YIS bərabərdir mənfi L cəryan şiddətinin birinci tərtib törəməsi. Məsələlər həllində
Bu deyimsə. Tutaq ki, bir dənə tənlik verilib mənə. Tutaq ki, mənə belə bir tənlik verilib. I bərabərdir. 5t minus 8t kvadratın tənliyi verir. Mənə deyir ki, y-nin t'dən asılı qrafikini qur. Sən də qarşı çaşbaş mən nə edeyim? Deyirsən ki, y-i-s-dir də bu. Yəni öz-özünə. Y-i-s bərabərdir. Mənfi L vurulsun i-nin birinci tərtib törəməsi. Bərabərdir. Mənfi L vurulsun. I nədir? 5t minus 8t kvadratının törəməsi. Bəli. Onda bu da bərabərdir. Nə olur? Mənfi 5L bu sabitdir unsuz. Plus 16LT. L 1 olsa məsələn mənfi 5 plus 16T. Düzdür? Onda bunun qrafiki necə olur? Mənfi 5. İfsi qutardı getdi. Aydındır. Yadda qalacaq uşaqlar. Bunun modulunu desəydik, bəs nə edərdik? İşte modulunu tapardıq. Desəydi, onda belə yazardıq. Y-i-s bərabərdir. 5t minus 8t kvadratının törəməsi. Modulca. Yaxşı. Bir dəqiqə. Burada yazıram da, baba burada. Elə bil ki, belə olardı, bax. Y-i-s bərabərdir. Bax, bunun davamını yazın. Mənfi 5L minus 16T olardı. Düzdür? Enişə deyil. Mənfi 5 plus da. Bunun modulu neçə eləyər? 5 minus 16. Belə olar cavab. Aydındır. Zamanın 16'da 5 anlığı sıfırlardandır. Baba, belə olardı da. Başa düşdünmü? Başa Modul desəydi, mənfini çıxardırsan, mötərizə o mənfidən müsbət çıxır da 5 minus 16T olan. 5L minus 16T. L'dir bu. Aydındır. İndi bunlar yalnız nə idi? Biz dediğimiz yalnız öz-özünə elektromanyetik induksiya elektrik hərəkət qüvvəsi idi. Cərəyana keçməmişik ki. Aha. Bəs öz-özünə elektromanyetik induksiya cərəyanı necə olar? Onda I-S bərabərdir. Mənfi L vurulsun. Delta I bölünsün. Delta T vurulsun L. Bu onsuz da modulca götürülür. Bərabərdir. Olur L bölünsün R. Vurulsun delta I bölünsün delta T. Öz-özünə induksiya cərəyanın düsturudur bu. Öz-özünə induksiya cərəyanın düsturudur. Bayaq yazdıqlarımız isə həmin cərəyanın yaratdığı elektrik hərəkət qüvvəsinin düsturudur. Cərəyan şiddətinin dəyişmə sürəti delta I bölünsün delta T idi. Bu aydı nədir? Amper bölünsün nə? Saniyəyə. Problem var mı uşaqlar? Bir çətinliğiniz var mı? Əla. Onda davam edək. İndi deyirik ki, tutaq ki, bax, naqil verilib mənə bir dənə. Bax, belə bir naqildir.
Cəryan buradan axır. Yuxarıya doğru. Zamana görə deyir ki, belə bir qapalı konturdur. Zamana görə bu cəryan şiddəti artır. Konturdan keçən cəryan şiddəti zamana görə artır. Bəs induksiya cəryan şiddətinin istiqaməti hansı tərəf olar? Bax elə düz bu şəkildə sual düşür. Belə bir qapalı konturdur. Düzdür. Zamana görə bu qapalı konturda cəryan şiddəti zamana görə artır. Bu qapalı konturda induksiya cəryanı yaranır. Bəs bu induksiya cəryan istiqaməti hansı tərəf olar? Sizcə? Artarsa nə etmək istəyir induksiya cəryanı? Hada azaldırsa onda istiqamət hansı tərəf olar? Buna necə olar? Aşağı. Aşağı olar da. İndi sual belədir. Cərəyan yenə yuxarı doğrudur. Amma zamana görə bu cəryan qapalı konturda zamana görə bundan keçən cəryan şiddəti azalır. Onda induksiya cəryan istiqaməti hansı tərəfə olar? Bəli, eyni istiqamətdə olar. Deməli, zamana görə konturdan keçən cəryan şiddəti artarsa, induksiya cəryanı onu artmağa qoymur. Ona görə I ilə II əks istiqamətdə olur. Zamana görə konturdan keçən cəryan şiddəti azalırsa, induksiya cəryanı onu azaltmağa qoymur. Lenz qaydasıdır uşaqlar. Başa düşdünüzmü? Bu belə. İndi mənə verilən məsələdə bu qrafik nəyi xarakterizə edirdi? I-nin T-dən asılı qrafiki. Baba belə. Bu nə idi? Aha, bunun adını kim deyə bilər? Bu nə üçün idi? Aha, i azaldır. Orası elədir. Ona görə bu kök altı olur. Belə. Bunu da deyim. Ha, bu nə vaxtdır? Sarğac olan dövrədə cəryan şiddəti zamana görə artanda. Aydındır. Sarğac olan dövrədə elə bir ki, cəryan mənbəyini bağladıqda. Cəryan bu cür artır. İndi 1, 2, 3 nöqtələri bu şəkildə verib. İndi buna uyğun L1, L2 və L3'ü müqayisə elə. N1, N2 və N3'ü müqayisə elə. L1 kiçikdir L2-dən, kiçikdir L3-dən. L1-də eləyim. Ay sağ. Ən böyük N3'dür. Ən böyük L3'dür. Aydındır. Niyə? Düsturum nədir? L bərabərdir. Ni vurulsun L0. L necə olarsa mü də elə olar. L niyə bəs belədir? Delta I bölünsün delta T. Düzdür. I hər üçü üçün N idi. Düzdür. L-lə T necə mütənasibdir? Modulca düz mütənasibdir. T'nin ən böyüyü, L-in də ən böyüyüdür. Başa düşdük? Problem var mı? Allah. L-i tapdığımıza görə N-ünü tapdıq. İndi I-nin T'dən asılı qrafiki. Burada dedik ki, açarı açdıqda cəryan şiddəti tədricən başlayır azalmağa. Amma eyni yerdən başlayıb ha. Buraya yazırıq ki 1, 2, 3. Burada yazırıq ki L1, L2, L3. N1, N2, N3. Aha. Hansı daha böyükdür? Bu dəfə L1, L2, L3 bir də Niyə elədi? Çünki yenə də L-lə delta T. Delta T burada N-idir. Delta I tərsdir. Düzdür. Delta I-nin ən kiçiyi L-in ən böyüyüdür. İfsü. Başa düşdük? Problem var mı?
Xeyr. Əla. D. Harda? Hətta T eyni idi də. Delta iləri müqayisə elədik burada. Delta ilərə görə. Yo, T eyni idi. T eyni idi. Aha. Problem var mı? Baba bu cür. Asıllıqlar bu cür olur. İndi gəldik, keçdik növbəti yana. Dedik ki, baba belə məsələlər olur. El induktivlikli sarğac var. El induktivlikli sarğac. Cəryan mənbəyinə qoşulub. Baba. Bu induktivlik eldir. Cəryan mənbəyinə qoşmuş. Aha. Bax, bunun da yaratdığı Y var. Olsun da bu da X olsun. Burada da açar qoyaq. Qoy, açar yaddan çıxmasın. Bir dəqiqə. Bax, K açarı. Açarı bağlayan anda. Dövrəni qapadıqda. Dövrəni qapadıqda. Bağladıqda. Onda bu dövrədə Y ümumi elektrik hərəkət qüvvəsi bərabərdir. Həmin bu Y çıxılsın. L vurulsun. Delta I bölünsün. Delta T. Dövrəni açsaya gəl. Y ümumi bərabərdir. Y plus L vurulsun. Delta I bölünsün. Delta T. Hamısı Lenz qaydasına əsaslanır. Dövrəni bağlayanda dedik ki, zamana görə bu artır. İnduksiya cəryanı onu artmağa qoymur. Çıxılır ona görə. Dövrəni açanda düzdür, dövrədə cəryan azalır və ona görə də deyirik ki, induksiya cəryanı onu azaltmağa qoymur. Ona görə toplanır. Aydındır. Başa düşdükmü? İnşallah. Əla. İndi keçirik növbəti anlayış. Növbəti anlayışımız nədir? Nəyə? Biz dedik ki, qapalı konturda maqnit seli. Düsturumuz nə idi? El vurulsun X. Qapalı konturda. Kontur. BS kos alfa. BS kosinus alfa. Sonra dedik ki, sarğacdan keçən maqnit selin düsturu. Sarğacdan cəryan keçir. Bu zaman maqnit selin düsturu. Eli. Bax, bu elidir. Elektromagnetik induksiya qanununa görə delta fi nəyə bərabərdir? Y vurulsun delta T. Vahidlər hamısı Weber'dir. Bax, 1 Weber buradakı düstura görə 1 Tesla vurulsun metrin kvadratıdır. Burada 1 Weber bərabərdir 1 Henry vurulsun amperdir. Buradakı 1 Weber bərabərdir volt vurulsun saniyədir. Bu il qəbula da düşmüşdür. Aydındır. İndi elektromagnetik induksiya qanunun düsturu YI bərabərdir mənfi delta fi bölünsün delta T düşən. Öz-özünə elektromagnetik induksiya qanunun düsturu mənfi L vurulsun delta I bölə delta T. Elektromagnetik induksiya qanununa görə naqildə yaranan naqildə yaranan induksiya cəryan şiddəti delta fi bölünsün delta T vurulsun 1 bölə R.
Buradaki böyük yer naqilin müqavimətidir. Bəs öz-özünə yaranan induksiya cəryan şiddətinin üstünü mənfi L bölünsün R vurulsun delta I bölünsün delta T. Bu delta I naqildən axan cəryan şiddətidir. Burada I isə öz-özünə induksiya cəryanıdır. Bununla bu qarışdırmayın. Problem var mı uşaqlar bura qədər? Yoxdursa davam edək. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsində enerjisi budur. L vurulsun I kvadratı bölünsün 2. 3 dənə məşhur düsturdur. Fi M'in kvadratı bölünsün 2L. Və ya M nə idi? Bir dəqiqə bağışlayın. Fi kvadratı bölünsün 2L. Tam enerji diyor. Maqnit sahəsinin 3-cü düsturu Fi vurulsun I bölü 2. L burada induktivlikdir. İnduktivlik sabitsə maqnit sahəsinin enerjisi cəryan şiddəti kvadratikdir. İnduktivlik sabitsə maqnit sahəsi enerjisi maqnit seli ilə kvadratikdir. Maqnit seli sabitsə maqnit sahəsi enerjisi cəryan şiddəti ilə düz. Yox, cəryan şiddəti sabitsə maqnit sahəsinin enerjisi maqnit seli ilə düz mütənasibdir. Qrafiki yazmağa ehtiyac məncə yoxdur. Dedik hamısı. Vaidləri deyək. 1 joule bərabərdir 1. Bu 2 ədəddir də. Vaidə heç bir aidiyyatı yoxdur. Amma L'in vaidi Henry'dir. Cəryan şiddətinə vaidi amper kvadratı. İkincili kimdir ya? Weber'in kvadratı bölünsün Henry. Weber'in kvadratı bölünsün Henry. Təşəkkürlər. Üçüncü. Aha. İ'nin vaidi nədir? Amper. Weber vurulsun amper. Weber vurulsun amper. Bu da oldu cəryan şiddəti maqnit sahəsinin enerjisinin düsturu. Aha. Dedik ki induktivliyi L olan sarğacda cəryan şiddəti I1-dən I2-yə qədər azalarsa onda maqnit sahəsinin enerjisinin dəyişməsi delta W bərabərdir L bölü 2 I2'nin kvadratı minus I1'in kvadratı. Və ya fi 1'dən fi 2'yə qədər azalarsa yenə də yazırıq delta W bərabərdir 1 bölünsün 2L. Yəni bunu düsturdan da yazmaq olur. Fi 2'nin kvadratı minus fi 1'in kvadratı. Yani çünki delta W fi W2 minus W1'dir də ona görə deyir. Əgər uşaqlar bax kontura və ya sarğaca bir maqnit, ferromaqnit içlik daxil olarsa artıq bunun vaxtıdır. Qütbün fərqi yoxdur. Bu V sürəti ilə sağa doğru daxil olarsa onda deyirik ki maqnit seli artır. Yəni maqnit sahəsi artır. Maqnit sahəsi artdığına görə maqnit seli artır. Maqnit induksiya vektoru artır. İnduktivlik artır. Bir də nə artır? Maqnit sahəsinin enerjisi artır. Yəni maqnitə aid olan hamısı fi, B, L, W hər dördü də artır. Əgər çıxartsaydım hər dördü də nə olardı? Azalardı. Başa düşdükmü? Bir çətinlik var mı uşaqlar? Başa düşmədiyiniz bir şey var mı? Ala. Dərsimiz bura qədər. Buna aid bir dənə quiz işləyək.
Elə bu quizə baxaq, ondan sonra yekunlaşdıraq. Getdik. Aha, elə budur. 1. Birdə başladıq. Kimin fikri var? Tərtib törəmə alaqdır burada. Bəli, düsturun nə idi? Gəyə. İ nəyə bərabər olar? Mənfi el vurulsun. Delta i bölgəsidir. Bəli, Eldən. bəli. Vurulsundur bu. İndi dedik də. Ha, şəkildə sabit induktivlikli L konstantdır. Cəryan şiddəti zamandan asılı qrafik verilmişdir. Sarğacda yaranan induksiya cəryan şiddətinin zamandan asılı qrafiki hansıdır? Deməli, bu funksiyanın tənliyi nədir? Deyinələ, i bərabərdir nə olar? i0 plus k t'nin kvadratı. Düzdür? Bu funksiya, baba, bu funksiyanın tənliyi. i0 plus k t'nin kvadratıdır. Mənə modulu demir ki, xeyr. Deməli, i də bərabərdir. Mənfi L bölünsün R vurulsun i'nin birinci tərtib törəməsi. L bölünsün R'in buna heç bir maneçiliyi yoxdur. Yazaq heç də olmaz. i0 plus kt'nin törəməsi. T kvadratının törəməsi. Onda bu nə olar? Bu i0'ın törəməsi 0'dır. 2 kt. Onda mənfiyə vuranda i bərabərdir nə olur? Mənfi L bölünsün R vurulsun 2 kt. Deməli, mənfisi ilə necə mütənasibdir? Düz mütənasibdir. Deməli, birinci sualın cavabı nədir? A variantı. Başa düşdünüzmü? Bir də izah edeyim. Başa düşdük? Əla. Keçək indi ikinci sualına. İkinci sualda, görək bunu kim deyə bilər? Elektromanyetik induksiya hadisəsi zamanı müqaviməti yer olan çərçivədən keçən elektrik yükünün ifadəsi hansıdır? Delta Q'ni istəyir. Çıxara bilərik. Deyin ələ. Q bərabərdir. Y i'nin düsturunu deyin ələ. Əla. i'nin düsturunu deyin ələ. i nəyə bərabərdir? Mənfi L bölü R. Yox, y bölə r. Ha, elə. Qoy burada yerinə. Y'ini tap burada. Qoy burada yerinə. Aşağı yaxınlaşırıq da. Düzdür. Delta fi bölünsün. Delta t. i'nin yerinə nə yaza bilərsən? Q bölü T. Bəli. Vurulsun r. Onda delta t'lər getdi. Qr bərabərdir delta fi. Yəni delta fi bərabərdir mənfi delta q vurulsun r. Delta q'nu tapsa fi bölünsün. çıx delta fi bölünsün r. Han. Oldu E variantı. Aydındır. İndi 3. Sarğacdakı cəryan şiddətini 200% artırsaq, i2 bərabərdir. i1 plus 2i1. 200% artırmaq, yəni 3 dəfə artırmaq demək. Onun induktivliyi necə dəyişər? Dəyişməz. Niyə? Aslı deyil çünki onun. Nədən Çünki asılıdır? sadəcə müdən asılıdır. N kvadratında nüdən, S-dən, bir də L-dən. Düzdür? Əla. 4'ü elə deyin elə. Adət uşaqlar. Sarğacı maqnit selinin ondan axan görə bilirsiniz ekranı? Yaxşı görə bilmirsiniz?
Dinlənin də bəs. Sarğacın maqnit selinin ondan axan cəryan şiddəti asılı qrafiki verilib, sarğacın induktivliyini hesabla. Aha. Delta beraber değil. El vuruyor. Birinci milli Weber'i çevirerek Weber'e. Aha. Bunu elimine böyle 0,04'tü. Aha. 0,04'de 0,14'e böləndə 0,14. Əla. Deməli düz sürüm necə idi? El bərabərliyindən fi bölünsün i-yə. Bəli, məsəl üçün qırğı götürsən bunu nə böləndə 0'dan %4 idi. %4 ediyor. Bəli. Aferin. Tamamilə doğrudur. 5'e keçirik. Teşekkürler inşallah Muhades. Burada vahid de var. Ne yaxşı. Ha 5'te baxın hala. Yox, elə S figürü taparıq müəllim. ay sağ ol. Bəli, düzdür. Y bərabərdir. Mənfi delta fi bölək delta t. İndi y'nin t'dən asıl qrafiki verilərsək, S figür. bəli. S figürü tapıyor. Bunun sahəsinə bərabər. Dağırdı getdi. Qaydan var idi. Hər hansı bir fiziki kəmiyyətin zamanın dəyişməsinə bölürüksə, digər bərabərliyin sol tərəfinə olan fiziki kəmiyyətin həmin zamandan asılı qrafikində fiqurun sahəsi sürətdəki fiziki kəmiyyəti verir. Bunu yadda saxlayın. 6. Bax, fi dəyişmirsə, fi sabitdirsə, Y sıfır. bərabərdir. Sıfıra bərabər. Bunu yadda saxlayın. Çünki y bərabərdir. Fi'nin tərtib törəməsidir də. Birinci tərtib törəməsidir. Özdə mənfi. Düzdür. Fi sabit olanda y yoxdur. İnduksiya cəryanı yaranmır. Maqnit sahəsi dəyişmədiyindən fi'nin sabit olması o deməkdir ki, maqnit sahəsi dəyişmir. Maqnit sahəsi dəyişmirsə orada induksiya cəryanı yoxdur. Çünki induksiya cəryanı yalnız maqnit sahəsi dəyişəndə yaranır. Davam edək. Aha. Birinci bu T1'dir. Bu da olsun T2. Kim indi deyə bilər? Sıfırdan T1'ə qədər fi'nin funksiyası. Fi nəyə bərabərdir? Fi'nin funksiyası nədir uşaqlar? Xətti funksiyadır. Yəni sıfırdan başlayıb. Nə yazım indi? Ha? Hada fi sıfırı sıfırdır. KX. Yəni KT. KT. Bəli. Y də bərabərdir. Nə olar? Bu mənfi KT'nin törəməsi. Yəni Mənfi T. mənfi K. Çıx. Amma Mənfi K. Deməli doğru cavab bu ola bilməz, bu ola bilməz, bu ola bilməz, bu ola bilməz. Cavab A-bandır məsələn. Aha, əla. Mənfi K. Niyə götürə bilmirsən ki? İkincini asla. Bəli, tamamilə doğrudur. İndi 7. 7'ni kim deyər? Kulon vurulsun, volt bölünsün, amperin kvadratı. Möhtəşəm sualdır. hələ. Bu klonu açaq amper vur saniyə yazar. Açıq. Heç problem yoxdur. Amma kulon vurulsun, volt sənə bir dənə qəşəng bir fiziki kəmiyyəti verir. Hansıdır? Enerjini. Ay sağ Q ol. değil. Joule, bəli, Joule. Joule bölünsün amper kvadratı. Aha. İnduktivlik. Yolga. İnduktivlik, bəli. Bir Joule bərabərdir. 1 Henry vurulsun amperin kvadratıdır. Maqnit sahəsinin enerjisi bərabərdir. 50 kvadratı böl 2 var idi. Düzdür? Henry vurulsun amperin kvadratı. Joule'un yerinə yazıram Henry vurulsun amperin kvadratı bölsün amperin kvadratı. Cavab eləyər Henry. Yəni induktivlik. Tamamilə doğrudur. 8. Aha.
Burada artıq funksiyanı sənə verir. Bəli. A variantı deməyim elə. Minus 3. Bəli. A variantı tamamilə doğrudur. 9. Millisaniyəyə fikir verin ha. Millisaniyədir. Burada da 50 verir. Açar açıldıqda. Bax görürsən, bayaq dedim ha. Y ümumi bərabərdir. Y plus L vurulsun deltayı böltək. Bəli. Y plus L vurulsun açanda azalır deyə induksiya cərəyanını azaltmağa qoymur. Yəni 6 plus L nə qədərdir? 2 vurulsun. Delta I nə qədərdir? Bölünsün. Deməli, burada nədir? Açar açıldıqda cəryan şiddətinin dəyişməsi qrafikdəki kimi olarsa 0-dan 1/1000 saniyə anında. Burada 0-dan 1/1000. Bunda 0-dan 1/1000-də bu qiymət dəyişir. Bu 0-dan 6-dan düşür aşağı. Neçə olur? Onu tapın. 0-dan 3 olur ha? Bəli. Bölünsün 0-dan 1/1000. Ada millidir də onsuz. Burada da millidir. Neçə eləyir uşaqlar? 6 plus 6 12. Bax gördünüz? Harda səhv eləyərdik burada. 9 alınardı. 9 da yoxdur. Diqqət. 0-dan 1/1000. Başa düşdük bunu uşaqlar? Maraqlı bir sual. 10-cu sual maraqlıdır. Hansı halda Tərəfəməz qaldıqda, daxil edəndə və çıxardıqda yaranırdı. Şurada görürsən nə qəşəng sualdır. Bəli, 11. Nə qəşəng sual 11. Aha. Ay sağ, bayaq düstur tapdıq. Hansıydı? Delta Q bərabərdir, səhv eləmirəmsə. Mənfi delta Q bərabərdir. Delta F bölünsün R-i tapdıq, hə? Delta F-ni tapsaq, R-i tapsaq, delta F bölünsün delta Q-dür. R burada nə delta F-dən, nə delta Q-dən asıl deyil. Tamamilə doğrudur. Müqavimət rho L bölünsün S-dən temperaturdan asılıdır. Naqilin müqaviməti. 12-ci sual. Bütün bölməni əhatə edilir ki, bu 15 dənə sual. Maşallah. Sarğacdakı maqnit sahəsinin enerjisi. Görə bilirsiniz sualı? Cəryan şiddəti asıl grafikinə əsasən A nöqtəsinə uyğun enerjini tapın. Tapın ala. Üç eləyər deməli. 2 dəfə azalsa onun kvadratı dəfə azalacaq. Yəni 4 dəfə azalacaq. Sağ ol. 50 kvadratı bölü 2'dir də. W ilə I kvadratı düz mütəsibdir. W2-nin W1-ə nisbəti. I2-nin I1-ə nisbətinin kvadratı. Bu eləyər 4. Düzdür. 12 bölünsün W1 bərabərdir 4'ə. W1 bərabərdir 3'ə. Tamamilə doğrudur. 13. İnduksivlik dəyişməzmi burada? Bəli. Əgər deməli İ'si artırsa bu maqnit sahəsi dəyişir deməli. Zaman keçdikcə İ'si artır.
Aha, maqnit seli ne olar? Bəli. Artı 3 6. Tamamıyla doğru. Qabaq tamamıyla dəyişərsə maqnit sahəsinin enerjisi, maqnit seli hər ikisi də artar. Tamamilə doğru. 2 3 6. 14. Demək, verilmiş sarğacda yaranan induksiya cəryan modulu zamanında hansı qrafik verilib? Hər bir hala uyğun bu sarğacda keçən cəryanın Burada birincisində əgər xətti isə deməli kvadratik olub ki, gəlib düşüb xəttiyə. Aysa i bərabərdir mənfi l bölünsün r olsun delta i bölünsün delta t. i bərabərdir mənfi l bölünsün r olsun i zamana görə birinci tərtib törədir. Yəni 1-ə B ilə y-ni götürərik. Bəli. 1-ə B. 2-dəki sabit qalana görə deməli əvvəlki funksiya xəttiymiş. 2-yə də A gedər. 2-yə də A gedər. 3-də ya dəyişmir, ya da ki, yəni bərabər qalıb CD-ni götürərik. Bəli. 1-ə B y demişdim. B y də gedər də hər halda. Y kök altı. Hə, kök altı. Kök altıda t'nin törəməsi. Nəyi verir? Düz tansiblik vermir axı. Verməz. T üstü 2'də 1'in törəməsi. Bərabərdir. Bu nə olar? 2'də 1 vurulsun. T üstü 2'də 1 minus 1. 1 bölünsün T üstü. Daha qarmaşıq bir şey oldu. Aha. Bu da oldu 14. Bunu başa düşdünüz uşaqlar. Bax. Verilən variantlara uyğun tapırıq da. Məsəl üçün A bəndindən törəmə alsam sabiti verir. Bu bəndindən törəmə alsam xəttini verər. Çünki KT kvadratıdır. Bu KT kvadratıdır. Bu KT deyil. Bu K'dır. Bu da 0'dır. Bu kök altında T'dir. Aydındır. K kök altında T. Hamısına törəmə alırsan. KT'dən törəmə alanda sabiti verir. KT kvadratı törəmə alanda düzü verir. K'dan törəmə alanda 0'ı verir. 0'dan törəmə alanda 0'ı verir. Bundan törəmə alanda da heç nəyi verir. Yəni burada olan qrafikləri 3 dənədən heç nəyi vermir. 15'i də yazaq, yekunlaşdıraq. Aha. Verilənləri. 2/1/2. Sarğacda yaranan seli fi bərabərdir 1 Weber. Maqnit sahəsinin enerjisini hesablayın. Necə olar? Fi vurulsun i bölünsün 2. Yəni 2/1/2 1. Maqnit sahəsinin enerjisini O şey 4'te 1 şey alınırdı orada. Yani cevabı 25 idi orada. 2 düz kurular düşmüş. 2 adlı bölünsün düz düşmüştü. Belə bir sual yok. Bu bölmeden 4-5 tane dördüncü grupta sual düşmüştü. Bəli. O situasiyası 3'ü de elə bu derslaydı. Uşaqlar, sualımı bölməklə bağlı. Başa düşmək vermə. Dərsimiz burada. Olan növbədə oldu. Sağ olun. Sağ olun.